Mayın 9'unda Moskvada keçirilən qələbə paradında Ermənistan baş naziri Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukashenkonun yanında əyləşməsi ilə bağlı müzakirələr davam edir. Bu barədə Pars qəzeti Belarus mənbələrinə isnadla yazıb. Erməni nəşri qeyd edib ki, Paşinyan və Lukashenko arasında münasibətlər çoxdan pisdir. Hər iki tərəf mütəmadi olaraq bir-birinə qarşı bəyanatlar verir, demək olar ki, diplomatik təmaslar dayandırılıb. Amma Moskvada güya əlifba sırasını nəzərə alaraq Paşinyan həm konsertdə, həm də paradda Lukashenkonun yanında əyləşib. Bəzi hallarda Belarus prezidenti Paşinyana nəsə deməyə çalışırdı. Yayılan görüntülərdə Paşinyanın Belarus prezidentini böyük həvəslə dinlədiyi görünür. Belarus mətbuatı Nikol Paşinyan və Aleksandr Lukashenkonun nədən danışdıqlarını öyrənməyə çalışıb. Belarus mənbələrinin məlumatına görə Lukashenko Paşinyandan paradda iştirak üçün niyə hərbi kontingent göndərməməsinin səbəbini soruşub. Bura oturmağa gəlmisən, başqa nə edəcəksən? Azərbaycan hərbi kontingenti keçərkən alqışlayırsınız, bəs siz kontingent göndərmədiniz. Yaxşı olmazdımı ki, indi sizin erməni qonşunuz buradan keçsəydi, qürurla alqışlayardınız. Xüsusən də Sovet İttifaqının tərkibində qələbə uğrunda mübarizədə iştirak etmiş ölkə olduğunuz üçün Lukashenko qeyd edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri qeyd edib ki, İran ordusu və İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında, Körfəzdə və Makran sahillərində döyüş və əməliyyat hazırlığının zirvəsindədir. Silahlı qüvvələrimiz düşmənə qarşı durmaq üçün tam güc və hazırlığa malikdir. Bu açıqlama yaxın şərqdə yeni müharibə ehtimalı ilə bağlı sualların yaranmasına səbəb olur. Qlobal Info.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan qeyd edib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin açıqlaması müharibənin başlanacağı və ya hər hansı bir əməliyyatın keçiriləcəyi anlamına gəlmir. İran hakimiyyəti hərbi potensialını istənilən hərbi əməliyyata hazır olduğunu göstərir. Çünki ABŞ və İsrail rəsmiləri İrana qarşı hərbi əməliyyatlar keçirilməsini istisna etmirlər. İran isə həmin açıqlamalara cavab olaraq döyüş və əməliyyat hazırlığının zirvədə olduğunu qeyd edir. Bu tərəflər arasında hərbi istiqamətdə bir söz müharibəsidir. Gərginlik riski yoxdur, çünki ABŞ və İran arasında nüvə proqramı ilə bağlı görüşlər davam edir. İndiki şəraitdə İran, İsrail və ABŞ arasında müharibənin baş vermə ehtimalı azdır. İranın nüvə proqramına dair məsələnin həlli istiqamətində diplomatik müzakirələr davam edir. Azərbaycandan fərqli olaraq özünü güya qərb-pərəst kimi təqdim edən Ermənistanın baş nazirinin Moskvadakı 9 may paradına qatılması birmənalı qarşılanmayıb. Azərbaycanın sabiq Xarici İşlər Nazirliyinin rəhbəri Tofiq Zülfüqarovun fikrincə, Nikol Paşinyanın paraddakı tribunada görünməsi onun Ermənistanın yenidən Moskvanın tam təsir zonasına qaytarmaq niyyətindən xəbər verir. Zülfüqarov qeyd edib ki, mayın 9-unda keçirilən parad göstərdi ki, Paşinyan və komandası, o cümlədən Trumpın seçilməsindən və Qərbin dəstəyinin olmadığını dərk etdikdən sonra Ermənistanı Kremlin qanadı altına qaytarmaq qərarına gəlib. Əvvəlki paylaşımımda mülahizə etdiyim kimi, Kremlin Vardanyanı həbsxanadan əzabkeş obrazında seçki qabağı Ermənistanın siyasi meydanına qaytarmaq niyyəti təkcə Bakının deyil, həm də Paşinyanın maraqlarına ziddir. Kremlin uzun müddəti maraqlarını təmin etmək üçün Ermənistanın bütün seçki platformalarında oynamağa davam edəcəyi gözlənilir. Onu da ehtimal etmək olar ki, Rusiya-Azərbaycan münasibətlərində yaranmış problemlər fonunda ermənipərəst, anti-Azərbaycan siyasi ritorika tendensiyası güclənəcək. Xüsusi əməliyyat zonasında hər ay 50-60 minə yaxın rus könüllü qoşulur, xidmət edir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Putin qeyd edib ki, ruslar könüllü olaraq xüsusi hərbi əməliyyat zonasına xidmətə gedir. Kiyev isə məcburi səfərbərlik zamanı insanları küçədə it kimi tutur. Moskva mayın 15-də İstanbulda Kiyevlə danışıqları məsuliyyətlə aparmağa hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib.
Diplomatın sözlərinə görə erkən proqnoz vermək tezdir. Biz danışıqlara ciddi məsuliyyətlə yanaşmağa hazırıq. Nazir Mavini əlavə edib ki, mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda münaqişənin davamlı həlli və yerdə formalaşmış reallıqlar, o cümlədən ərazi məsələsi müzakirə olunacaq. Mövzular dəyişməz qalır. Dəfələrlə dediyimiz kimi, əsas məqsəd münaqişənin etibarlı və davamlı həllini təmin etməkdir. Bunun üçün isə ilk növbədə münaqişənin ilkin səbəblərinə qayıtmaq lazımdır. İsrail Həmasın Qəzzada Avropa xəstəxanasının altında yerləşən yeraltı qərargahına zərbələr endirib. Qeyd olunub ki, zərbələrin hədəfi Həmasın silahlı qanadının rəhbəri Məhəmməd Sinvar olub. Lakin Sinvarın ölüb-ölmədiyi barədə hər hansı rəsmi açıqlama verilməyib. Qəzzanın Səhiyyə Nazirliyi hücum zamanı 16 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını bəyan edib. Əgər tərəflər Tehranın nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana maksimum təzyiq göstərməyə və ölkəni neft ixrac etmək imkanından məhrum etməyə hazırdır. Bu barədə ABŞ prezidenti Donald Trump Ər-Riyadda Səudiyyə Amerika İnvestisiya Forumunda çıxışında deyib. Kiyevlə gərginliyin artması fonunda Budapeşt Ukrayna ilə əsas keçid məntəqələrində zirehli texnika yerləşdirmək qərarına gəlib. Macarıstan rəhbərliyi tərəfindən zirehli texnikanın kolonlarının Ukrayna sərhədinə köçürülməsinin videosunu hərbi müşahidəçi Telegram kanalı paylaşıb. Kadrlarda polis maşınlarının müşayiəti ilə gecə saatlarında Macarıstan küçələri ilə tanklar, artilleriya bölmələri və zirehli texnika tam sürətlə hərəkət edir. Konvoyun təhvil təhsil prosesinin gedişinə, hərbi maşınların hərəkətini yan tərəfdən müşahidə edən əsgərlər də nəzarət edir. Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna təhlükəsi ilə bağlı həyəcan təbili çaldığı qeyd olunub. Rusiya lideri Vladimir Putin mənimlə birbaşa danışıqlardan qorxur. Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib. O xatırladıb ki, martın 11-də Ukrayna ABŞ-ın Səudiyyə Ərəbistanında keçirilən görüşdə qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam dəstəkləyib. Çünki Ukrayna müharibəni dayandırmağa çalışır. Eyni zamanda prezidentin qeyd etdiyi kimi, bu təklif artıq 63-cü gündür ki, danışıqlar platformasında qüvvədədir. Mən bunu prezident Trumpa dəfələrlə vurğulamışam. Putin müharibənin bitməsini istəmir, atəşkəs istəmir, heç bir danışıqlar istəmir. Onun mənimlə birbaşa danışıqlardan qorxduğunu belə qeyd etmirəm.